Əziz dostlar, salam bir daha. Hər vaxtınız xeyirli olsun. Salam Azərbaycan. Saat 2 tamamdır və ARB-də Yaşamaq Gözəldir izləyirsiniz. Murat Həşimov, Sanal Məmmədova, bizim auditoriya. Burada da alqışlayan özünüzü xahiş edirəm. Və bugün çox önəmli, çox vacib bir məsələyə toxunacağıq. Daha doğrusu bir neçə məsələyə toxunacağıq. Mən də tamaşaçılarımızı salamlayıram. Hər vaxtınız xeyir olsun deyirik və təkcə yeniyetməli yaşında deyilir, orta yaşda da bəzən insanlar bu problemləri yaşayırlar və bundan çıxış yolları axtarırlar. Çox zaman belə problemlərdə insanlar doktorlara müraciət etmirlər, ev şəraitində nələrsə hazırlayırlar, müəyyən mənhəmlərlə bu problemlərin içindən sıyrılıb çıxmağa çalışırlar və bütün bu danışdıqlarımız barəsində doktorumuz məlumat verəcək. Bunların tibbi cəhətdən aradan qaldırılması, eyni zamanda nələrə diqqət etməli olduğumuzu mütəxəssis doktorumuz sizin diqqətinizə çatdıracaq. Qadınların kabusu sınaqlar. Bu nayhədə sınaq çıxarsa, sizi böyük təhlükə gözləyir. Civzələr təkcə əsəblərimizi pozur, yoxsa gizli xəstəliklərdən xəbər verir. Qurd xəstəlikləri sızanaq yarada bilərmi? Ağzımızı dada gətirən qidalar üzümüzə hansı problemlər gətirir? Hətta bəzən dəri səpkisi qurd xəstəliklərinin əsas və yeganə əlaməti ola bilər. Qayıtıq studiyaya. Biz bugün burada bu mövzularla bağlı bütün sualları cavablandıracaq. Peşəkar mütəxəssislər studiyada olacaq. Sızanaqların, dərdi olan ləkələrin, qızarmaların, bu cür problemlərin əslində nədən qaynaqlandığını biləcəyik. Hərəsinin müxtəlif səbəbləri ola bilər. Orqanizmin fərqli nahiyələrində, bədənin fərqli nahiyələrində burada bizim modeldə də görürsünüz. Bu nömrələrdə yerləşən, bu ərazilərdə yerləşən belə deyək, sızanaqların, qızarmanın və digər problemlərin əslində nə ilə bağlı olduğunu biləcəyik birazdan. Və bugün bizim interaktivdə təqdim edəcəyimiz sualımız var. Deməli, bu suala cavab verə bilərsiniz. Bəli, xeyr, bilmirəm formasında fikirlərinizi bildirə bilərsiniz. Deməli, sualımız belədir. Dəridə sızanaqların çıxması orqanizmin təmizlənməsi deməkdirmi? Yəni, deyək ki, orqanizm özündən artıq olan şeyləri çölə mi atır? Belə mi düşünürsünüz? Bəli, xeyr, bilmirəm kim cavabınızı bildirə bilərsiniz. SMS vasitəsilə qısa nömrəmiz belədir. 051 və yaxud da 050 ilə 85, 81, 854 nömrəsindən yazıb göndərə bilərsiniz. Bəli, xeyri bilmirəm və biz sizin bütün cavablarınızdan asılı olaraq günün sorusunu müəyyənləşdirəcəyik, günün statistikasını müəyyənləşdirəcəyik və bu suala cavab axtaracağıq və ekspertimiz də canlı yayımda doğru cavabı açıqlayacaq. Bizim bugün studiyamızda auditoriya qismində əyləşənlər də elə yeniyetmə yaşda olan insanlardır. Onların da fikirləri bugün bizim üçün maraqlı olacaq. Görək onlar da bu problemləri yaşayırlarmı? Əgər yaşayırlarsa da hansı üsullardan istifadə edirlər? Doktorumuz da bu üsulların nə dərəcədə doğru olub olmadığını həm sizin, həm də auditoriyamızın eyni zamanda bizim diqqətimizə çatdıracaq. Dermatoveneroloq Şikar Hüseynov dəri zöhrəvi xəstəliklərinin müalicəsi ilə məşğuldur. Türkiyə Gülhanə Hərbi Tibb Akademiyasında, Amerika Birləşmiş Ştatlarında təhsil alıb. Azərbaycan Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Həkim Komissiyasında baş həkim mütəxəssis, ekspert dermatoveneroloq kimi çalışıb. Mütəxəssis Avropa Dermatovenerologiya Akademiyasının Estetik və Kosmetik Dermatologiya üzrə Avropa Cəmiyyətinin Türk Dermatoloji Dərnəyinin üzvüdür. Təşəkkür edirik. Bizim qonağımıza Şikar Hüseynova bir daha təşəkkürlər, salamlar doktor. Doktor, necəsiniz? Necə işlər? Çox sağ olun, necəsiniz? Sizləri görmək çox xoş təkrar. Sizə görmək çox xoşdur. Biz uzun müddətdir sizinlə görüşmədik burada. Şikar Hüseynov bugün bizim bütün suallarımıza cavab verəcək. Bir daha interaktivdə olan sualımızı elan edirik. Bədəndə sızanaqlar və yaxud da o prişik deyilir, yəni civzələr, sızanaqlar, bunlar orqanizmdə olan artıq şeylərin bayıraya atılması mı deməkdir? Əgər bəli demək istəyirsinizsə buyurub yaza bilərsiniz, xeyr deməksə buyurub yaza bilərsiniz, bilmirəm demək istəyirsə buyurub yaza bilərsiniz. Qısa bir, əslində sızanaqlar mövzusuna bir giriş edirik indi, bir arayışımızı təqdim edirik, sonra qayıdıb davam edəcəyik.
nahiyəsi də daxil olmaqla praktiki olaraq insanın bütün bədəni tüklərlə örtülüb. Tük dərinin dərin qatında yerləşən tük soğanağı olan follikuldan inkişaf edir. Follikulun soğanağının yanında isə dəri piyi ifraz edən piy vəzisi yerləşir. Piy vəzisi dərini qurumaq və çatlamaqdan qorumaq üçün tük follikulu vasitəsilə dərinin səthinə piy xaric edir. Dəri nə qədər çox piy ifraz edirsə, onun səthində sızanaqların əmələ gəlməsi ehtimalı da o qədər artır. Buna görə də adətən yağlı dərisi olan insanlarda sızanaqlara daha tez-tez təsadüf edilir. Dərisi quru olanlarda civzələrə demək olar rast gəlinmir. Üz, çənə, bel və sinə nahiyəsində çoxlu sayda kiçik tükcüklər mövcud olduğundan sızanaqlar da əksər hallarda məhz bu sahələrdə yaranır. Babelə, doktor, biz mövzuya birbaşa giriş edirik də, yəni artıq deməli, indi əslində bizdə olan bəzi biliklər var, biz onları səsləndirəcəyik və siz zəhmət olmasa bunlara aydınlıq gətirin. Doğrudur ya yox? Olar mı? Xüsusən də olarmı markeri götürüm, mən qeyd edeyim onları lövhədə. Buyurun, Sona xanım. Xüsusən də insanlar əgər internetdə bir girib araşdırma eləsələr, bu məlumatlar onların mütləq qarşısına çıxacaq və mütləq bu məlumatları əldə eləyəcəklər və çox zamanda əslində bu məlumatlara əsaslanıb özünü müalicə eləyən və bununla bağlı doktorlara müraciət edən insanlar da var. Amma bugün son sözü şikar doktor deyəcək bu barədə. Mankenimizin üstündə bir görürsünüz, zəhmət olmasa kameramanlarımız göstərsinlər. Bir, sən demə hormonal problemlərə bağlı olan bir nahiyədir. Yəni, boğaz nahiyəsində əgər siz səpkilər görəcəksinizsə, bu hormonal problemlərə bağlıdır. Belə qeyd var. Hormonal problemlər. Doktor, boğaz nahiyəsində səpki, sızanaq, civzə, nə bilim nə olarsa, bu hormonal problemlərə mi bağlıdır? Xeyr, bu əslində belə deyil. Xeyr. Bəli, belə deyil. Son xanım, biz səhv bilirmişik. Bəli. 2 və 3 hormonal xeyr stresdir. yazaq da qarşına, hormonal xeyr. Üstündən bir xət çəkək ya da. Əslində hamısının üstündən bəlkə də xət çəkməli olacaq. Doktor, yaxşı, o hormonal problemlərə bağlı deyilsə, nəyə bağlıdır? Sırf, məsələn, boğaz nahiyəsində olan səpkilər və s. və ilaxır. Ümumiyyətlə, mən bu sizin qoyduğunuz olduğunuz bu manken üzərində və də bu rəqəmlərin hal-hazırda günümüzdə də var, sosial şəbəkələrdə də paylanılır və hansı araşdırmanın nəticəsində belə bir fərziyyə irəli sürülür, onu da deyim. Bu bir qədim Çin tibbi abidələrində belə bir araşdırma olduğunu düşünürlər. İndiki günümüzdə bunu gündəmə gətirənlər və belə bir sıralama qoyublar ki, bədənin müxtəlif ərazilərinin hissələrində olan ayrı-ayrı problemlərə yönəlik. Bəli, bədənin müxtəlif nahiyələrində olan səpkilərin daxili orqanlarla və ya hər hansı bir faktorlarla əlaqəsinə dair belə bir özətləmə eləyiblər. Müasir dermatologiya buna razılaşır ya yox? Xeyr, təbii ki, yox. Müasir dermatolojida bu kimi bədənin müxtəlif nahiyələrində lokalizə olan səpkilərin, aknelerin, yəni ki, bugünkü mövzumuz sızanaqlar olduğuna görə, yəni sızanaqların hər hansı bir, nə bilim, hormonalmı deyək, yoxsa stres faktoru mu deyək və yaxud da qida mı deyək və yaxud da daxili orqandakı bir problem mi deyək, bunlarla bir bağlantısının olmadığı sübut olmuşdur. Yəni belə deyək də, məsələn, o internetdə hər insanın tapa biləcəyi məlumatları burada səsləndirək və insanlar bunun doğru yanlış olduğunu bir daha əmin olsunlar. Əslində biz qabağımıza çıxan bu yanlış məlumatı da insanlara çatdırmaq istədik ki, doğru olduğunu nəyin doğru olduğunu öyrənsinlər. Biz bir neçə dəfə mankenimizi təqdim elədik, onun üzərində artıq həmin ədədlər göstərilib, rəqəmlər göstərilib və burada açıqlamasını yazdıq. Güya belə açıqlama verilir ki, 1. Boğaz nahiyəsində olarsa hormonal problemlərə, 2 və 3, yəni çiyinlərdə olarsa stresə, 4. Sinə nahiyəsində olarsa həzm sisteminə, 5 və 6 belə deyək, dirsək ya da dirsək içi nahiyədə olarsa bu vitamin balansının pozulmasına dəlalət edir. 7. Qarın nahiyəsində qanda olan şəkər səviyyəsinin düşməsi, qasıq nahiyəsində səpkilərin olması, gigiyenik problemlərin olması, 9-10, yəni bud nahiyəsində olması, dəri həssaslığı, 11-12 mankenimizin kürək nahiyəsindədir, səhv etmirəmsə. Deyərlər ki, haradadır 11-12, gəl bunu çevirək. 11-12 görürsünüz. Kürək nahiyəsində və bel nahiyəsində güya bu əsəb sisteminə və yan hissələrdə olarsa, yəni 13 və 14, bu isə həzm sistemində olan problemlərə dəlalət edir. Və doktorumuz bunların hər birinin tamamilə yanlış olduğunu deyir. Heç bir doğruluq payı yoxdurmu? Bəli, bunların elmi bir əsası olmayan bir fərziyyələrdir. Elmi əsası yoxdur. Yəni, olsa bir yekə xət çəkmək lazımdır. Çəkdik, amma mən burada bəzi şeyləri açıqlamaq istəyirəm. Məsəl üçün, hər səpkiyə sızanaq deyilməz.
Və nəyə bir. deyilir? Sızanaq akne dediyimiz, tibbi adıyla akne dediyimiz, o bayaq da təqdim etdiyimiz o qısa çarxda göstərilən tük follikulası və ona bitişik olan yağ vəzinin xroniki bir xəstəliyidir. Yəni ki, sızanağın tərifi budur. Pilosebase ünitə deyərik, tük follikulası və ona açılan yağ vəzinin xəstəliyidir. Bu sızanaqların bir çox növü mövcuddur ümumiyyətlə. İstəyir yeni doğulan uşaqlardan tutun, yeniyetməlik dövründə olan sızanaqlar və ya gənclik dönəmində olan sızanaqlar və ya 25 yaşından sonra da hətta 40-45 yaşına kimi sızanaqlar davam edə bilər. Bunların fərqli səbəbləri var. Hər biri haqqında izahat verəcəyik. Amma lokalizasiyaya gəldikdə sızanaqlar, bəli, o bayaq da yenə təqdim etdiyiniz kimi yağ vəzsindən zəngin bölgələrdə görülür. Baxın doktor, üzdə olan da var. Əslində biz ümumi bədən üçün olanı mankenimizin üzərində göstəririk, amma üzü də belə bölürlər. Yəni alın nahiyəsində olan yenə bağırsaqlara, alın qaşlar arasında olan səpkilərin çox olması qaraciyərin problemlərinə, göz ətrafı dalaq, burun ətrafı böyrəklər, burun üstü mədə, mədə altı vəzi, eyni zamanda burnun üzəri uç hissəsində olması ürək sistemi, dodaq üstündə olması hormonal sistem, dodağın yanlarında olması limfa sistemi və çənədə cinsi orqanların problemləri. Yox, bunlar da yəni dediyimiz kimi Bunlar miflərdir. Bizim xalqımız Onu əslində yox eləyin buradan. Belə şəkillər lazım deyil bizə. Çünki bu insanların qarşısına çox çıxır və insanlar buna çox inanırlar. Eyni zamanda da problemi yaşayan insanlar belə deyirlər, ümidi üzülən deyir, saman çöpündən də yapışar və insanlar düşünürlər ki, hə, yəqin məndə də buralara çıxırsa, deməli mən mədə ilə bağlı həkimə getməliyəm. Doğrudur. Doktor, bəs bunlar niyə belə yayılır ağızdan ağza? Niyə? Mif də olsa niyə inanırlar? Bunlar miflərdir təbii ki, amma işin pis tərəfi odur ki, bunların yayılmasında bəzi bizim həmkarlarımızın da müəyyən özləri üzərində çalışmamaq mı deyim və ya xalqı yanlış bilgiləndirmə mi deyim, belə bir şey də var. Çünki və ya hamı hər şeyi bilirmiş kimi belə bir şeydəyik biz xalq olaraq. Yəni, məsəl üçün bir üzündə səpkisi olan birisi, yəni sızanaqdan bəhs edirəm, yəni səpkilərin tipi çox fərqli ola bilər, konkret sızanaqdan bəhs edirəm. Yəni, sızanaq problemi olan birisi bununla bağlı məsəl üçün gedir mədə bağırsaq həkiminə, yəni gastroenteroloqa və yaxud da ki, gedir terapevtə. Belə söhbətləri eşidərək əslində. Eşidərək, zaten ona qədər bu belə nəsildən nəsilə belə ötürülür də, belə deyək də. Məsəl üçün, indiki yeniyetmələr deyir ki, onların valideynləri deyir ki, bizim vaxtımızda belə bir şey var idi. Onun da özü deyir ki, onların da valideyni o şəkildə deyilir deyə. Və bu doğrunu bir şəkildə bizim xalqımıza çatdırmaq lazımdır. Əslində, sizlər çox təşəkkür edirəm ki, doğruları gündəmə gətirirsiniz. Və də bu gedəndə, müraciət eləyəndə bir terapevtə və yaxud da ki, bir gastroenteroloqa və yaxud da ki, infeksionistə ki, mənim üzümdə səpki var və yaxud da ki, sinəmdə və ya kürəyimdə səpki var. Mədə bağırsaqdan tutun, qurda qədər, yəni helmintlərə qədər, ondan sonra, nə bilim, bir sürü şey araşdırırlar. Halbuki bunların heç bir elmi əsası yoxdur. Yəni, bir insanın mədə bağırsaq sistemində bir problem ola bilər. İstəyir bu qəbizlik olsun, istəyir həzm sistemində həzmsizlik olsun, xora olsun və s. ilaxır, bəli, və ya məsələn qastrit olsun və s. ilaxır. Və bu problem çözülməlidir. Bir mənalı şəkildə müalicə də olmalıdır. Yəni, doktor, belə mi deyirik ki, dəridə olan problemlər bizim daxili ailəmizdən, daxili dünyamızdan yox, yəni daxili orqanlarımızdan yox, sırf dərinin özü ilə bağlıdır? Yox, bəziləri var daxili orqanlarla bağlıdır. Söhbət burada konkret sızanaqdan gedir. İndi yəni bizim onlar fikrini çatdırır. Daxili orqanla bağlı olanlar təkcə sızanaqlar deyil. Çox üzr istəyirəm. Bəli. Demək ki, məsəl üçün bir xəstədə yanaşı olaraq mədə-bağırsaq sistemi ilə bağlı və yaxud da hormonal endokrin sistemi ilə bağlı və ya digər sistemlərdə problem ola bilər və yaxud da ki, bağırsağında qurd ola bilər. Amma bu şeylər üzdə sızanaq verməz. Nə verər? Məsəl üçün, bağırsaqda bir qurd və ya gelmint dediyimizdə tip adıyla varsa, allergik tipli səpkilər verər. Allergik tip, qaşıntı və ya sızanaqlarla bu səpkiləri qarışdırır. Bəli. Məhz burada şey var. Yəni, sızanaq başqadır, tamamilə başqadır, bunlar başqadır. Məsəl üçün, övrəyə səbəb ola bilər. Övrə angionevrotik ödem dediyimiz və ya atiokvinke deyə bilinən bu tip şeylərdə və ya allergik dermatitlərdə məsələn gelmint tozların və ya qurdun araşdırılması lazımdır. Araşdırılan faktorlardan bir dənəsidir. Amma digər bu sızanaqla bağlı belə bir bağlantı yoxdur və bu günümüzdə artıq modern tip bunlara çox gülərək qarşılayır və istehza keçir. Yəni dünyada artıq bu bir mifdir. Dolayısıyla o bayaq sizin demiş olduğunuz şeylərə yenə biz toxunacağıq. Hər səpki sızanaq deyil, sızanağın isə hansı daxili problemlərlə bağlantısı var və hansı növünün, onu da birazdan toxunacağıq. Yeri gəlmişkən bizim auditoriyada gənclər əyləşiblər.
elə yaşlana bilərlər ki, birazdan bu problemlərin ən pik nöqtəsini yaşayacaqlar. Onların da sualları olacaq, onu da işləyəcəyik. Mən istəyirəm bizim həkimimiz Şikar Hüseynova bizi alqışlayaq. Bizə bugün doğru məlumatları çatdıracaq dəri ilə bağlı. Buyurun. Və birazdan studiyada öz problemlərini dilə gətirəcək qəhrəmanımız olacaq. İndi onun üzərində, onun problemlərindən yola çıxaraq nəyin nə olduğunu aydınlaşdıracağıq. Təbii. Gəncliyinin ən gözəl illərini bu dərdinə yaşadı. Ona görə depressiyaya düşdü. Özünə inamını itirdi. Hər kəs bu problemdən əziyyət çəkə bilər. Gəlin biz sizlə tanış olaq. Xoş gəldin. Buyur. Sağ olun, təşəkkürümü bildirirəm. Gəlin özünüz bir təqdim edin. Sevinç Məmmədli. Sevinç Məmmədli. Sevinç Məmmədli nə problem var? Məndə də sızanaq problemləri var. Yəni həkimə də valideynimi aparıb, çox sağ olsun. Amma arada bir buralarımda, bir də tüklərimin arasında. Sevinç Məmmədli neçə yaşın var? Mənim 21-ə keçmişəm. 21 yaş. Bəli. Sevinç amma çox gənc görünür, hə? Yəni Bəli, mən gözləməsəydim Sevinç 22 yaş, 19 yaşım var deyərdim. Bir zəngimiz var. Gəlin belə deyək. İzləyicilər eyni zamanda zəng vururlar. Hər kəs studiyada həmin anda ola bilmir. Onların da suallarını cavablandıracağıq. Mən bizim telefon nömrəmizi bir də xatırladım. Canlı yayımın qaynar xəttin nömrəsi belədir. Hal-hazırda studiyaya bağlamaq üçün nömrəmiz belədir. 012 585 35 15. Bütün ölkədən, bütün bizi izlədiyiniz televiziyalardan, telekanallardan, ARB, bütün ARB şəbəkəsindən bizlə əlaqə saxlamaq üçün bu nömrəni yığa bilərsiniz. 012 585 35 15 və bizim interaktivimizdə sual var idi. Dəridə sınaqların çıxması orqanizmin təmizlənməsi mi deməkdir? İnsanlar düşünürlər ki, orqanizmdə olan artıq piy, yağ və yaxud da digər şeylər sınaqlar vasitəsilə atılır bayra. Buna bəli, xeyr və bilmirəm kimi cavablarınızı 050 və yaxud da 051 ilə 81 854 qısa nömrəsinə SMS vasitəsilə göndərə bilərsiniz. İndi telefon xəttində Nurlan Məmmədov var. Alo. Alo. Salam Nurlan xanım, hər vaxtınız xeyir. Salam. Buyurun. Bir şey demək istəyirəm. Mən verilişinizi izləyirəm, çox gözəldir. Buyurun. Bax, çiynimdə pürşüklər olur. Ancaq heç adı yox, hər ki çiynimdə. Özüm də doğrudan çox əsəbi oluram. Yəni, və yaxud siz göstərdiniz manken üzərində, mən o dəqiqə bildim ki, o məndə var. O mankeni mən çevirim. Aha, çiyinlərdə. 2 və 3 səhv etmirəmsə. Stressə bağlı olan səpkilər. Ancaq heç arada yox, ancaq çiyinlərimdə olur. Aha. Ancaq çiyinlərinizdə səpkilər olur. Ola bilərmi doktor? Siz Bəlkə getmişsiniz sızanaq dermatolog olmasın, yanına. başqa bir şey olsun ya da psixoloji bir şey. Getmişsiniz dermatolog yanına. Getməmişəm. Yox, çünki o bu üz nahiyəmdə deyil, amma daimi hardasa bir 10 ildir o hissədə çıxır və düşünürəm ki, siz indi qeyd edəcək əsəblə bağlı fikirləşirəm ki, bəlkə doğrudan da bu əsəblə bağlı əsəbləşəndə o çıxır. Yəni, bu mən... Nurlan xanım, əslində həkimimiz bunun əsəblə falan bağlı olmayacağını dedi. Sızanaqdan gedirsə söhbət. Gəlin dəqiqləşdirək öncə. Siz də sızanaq deyə yox, həkim zəhmət olmasa bunu siz aydınlaşdırın. Deməli, salam bir daha Nurlan xanım. Deməli, belə bir durum var. Sizin ancaq çiyin nahiyələrinizdə çıxır səpki, yoxsa? Bəli, ancaq çiyinlərimdə olur. Başqa heç bir yerdə olmur. Doğru anladım? Doğru anladım. Başqa bir yerdə olmur, eləmi? Xeyr, olmur, ancaq çiyinlərimdə. Qollarınızda, ayaqlarda falan? Yox, bədənim də ümumiyyətlə dərim quru dəridir. Üzdə, kürəkdə, bu nahiyələrdə olurmu? Yox, olmur. Anladım. Çox sağ olun, təşəkkür edirəm. Sizin çiyinləriniz xəstədir. Təşəkkür edirik. Deməli, məsələ nədən ibarətdir? Stres və ya əsəb, belə deyək də. Bu, əslində bu sıralamaya görə dedi. Anladım. Mən onu bir aydınlıq gətirim. Deməli, istənilən sızanaq növündə ki, xanımda indi düz baxmadan orada sızanaq varmı və ya xanımın öz təsbitidir o, sızanaqdırmı, yəni birincisi. Onu aydınlaşdırmaq lazımdır. Amma düşünək ki, buradakı xanımın çiyin hissəsində olan səpkilər sızanaqdır. Düşünək ki, sızanaqdır, fərz eləyək. Birincisi, stres istənilən sızanaq növündə pisləşdirici faktor hesab olunur. Sanağı çıxardan yox, pisləşdirən. Səbəb olan yox, pisləşdirən faktor. Yəni, bunun bədənin nahiyəsinə heç bir aidiyyəti yoxdur. Yəni, üzdə varsa da bir xəstədə, üzdəki sızanaqların pisləşməsi üçün bir pisləşdirici faktordur. Pisləşmə nə deyirsiniz? Ağırlaşması, çox qalması və yaxud da ki, çox böyüməsi mi?
yəni yaranmasını asanlaşdıran faktor belə deyək. Və ya varsa da meyillilik varsa, onu biraz da daha aqressivləşdirən. Gec sağalır və yaxud da. Bəli, belə. Yəni onun amma bir bədənin hər hansı bir lokalizasiyası ilə bir bağımlılığı yox. Gəlin belə deyək. Qısa reklam fasilemiz var. Çıxaq qaydaq olarmı? Qısa reklama ayrılırıq, sızanaqlardan danışacağıq. Nə suallarınız varsa eşitməyə hazırıq birazdan. Təşəkkür edirik və qayıtdıq studiyaya. Bizim studiyada dermatolog Şikar Hüseynov var. Çox əziz qonağımız, dostumuz və eyni zamanda da bizim Sevinç Məmmədli studiyadadır. Sevinç Məmmədli öz dərisində olan problemlərlə bağlı bizim bugün qəhrəmanımızdır. Biz onda olan problemlərin kökünü araşdırmağa çalışacağıq. Amma bayaq bir izləyicimiz Nurlan xanım idi, Tərtərdən yığdı. Dedi ki, mənim deyir, heç yerimdə çıxmır, çiyinlərimdə sızanaq çıxır. Əsas sızanaq dedi, bunun sızanaq yenə olduğunu dəqiq bilmirik. Doğru. Amma nəsə çıxır da, çiyinlərdə nəsə çıxır. Bəli. Özü düşündü ki, bu streslə bağlıdır. Şikar Hüseynov deyir ki, bunun streslə bir bağlılığı ola bilməz, onun çıxmağının. Stres yalnız onu gücləndirər, qüvvətləndirər, biraz da problemi böyüdər. Əmələ gəlməsini asanlaşdırar. Əmələ gəlməsi. Bizə çay da gətirib. Gəlin bir çayı da götürək, hə? Doktorla mı götürəcəksən? Gəl. Təşəkkür edirik Türkan. Çay gətirən əllərin var olsun Türkan. Çox sağ ol, Qadan abi. Yeri gəlmişkən bu arada biz tamaşaçılarımıza vurğulayaq ki, bu mövzumuzla bağlı biz həm də şəhər əhalimizlə də sorğu keçirmişik. Onu da tamaşaçılarımıza təqdim edəcəyik. Su içirsiniz. Doktor, sonra bəlkə sən təqdim eləyəsən bizim qonaqlarımıza. Hə, doktor artıq özü götürdü. Aha. Bunu da sizə təqdim eləyəcəyik və belə deyək, insanların da fikrini öyrənəcəyik. Həm bizim üçün, həm də doktorumuz üçün maraqlıdır. Ümumiyyətlə, sızanaqların özünün səbəb olduğu xəstəliklər varmı? Bu barədə də danışacağıq. Doktor, davam edək. Mədə bağırsaq ola bilər, sistemində olan xəstəliklərlə əlaqədar ola bilsin. Depressiyadan ola bilir, əsəbdən ola bilir. Mən bilmirəm. Bakteriyalardan əmələ gələ bilər. Daxildə olan qurtların törədicisi ola bilər. Daxili xəstəliklər ola bilər. Vallahi bilmirəm, onunla məlumatımız yoxdur. Qastrit ola bilər, mədə bağırsaq problemi ola bilər. Qaraciyər ola bilər, öd olar. Mədə bağırsaq xəstəlikləri. Bilmirəm hansı xəstəlik yara bilər, amma ola bilər. Yəqin ki, səbəbsiz yerə çıxmaz da. Xəstəliyi bilsəydim, həkim olardım da. Bu insanların sızanaqların çıxmasının səbəbi nə ola bilər? Sualına cavabı idi. Nəyin əlaməti ola bilər sızanaqlar? Yəni, əslində mən belə düşünürəm ki, hər kəs səhv bilir. Hə? Elədir. İndi doğruları siz deyəcəksiniz. Elədir ki, var. Yaxşı olar ki, biz elə xanım qonağımızın timsalında bunları araşdıraq. Bax, səncə, sənin üzündə olan bu problemlər nəyə görə çıxır? O analiz toplamaq prosesini özünüz aparın da. Yox, yəni sorğumuzun davamı olaraq. Mən elə fikirləşəm, ya yediyim qidalardan ola bilər. Nə yeyirsiniz ki, məsələn? Ən çox xoşladığım şokoladdır, bir də qoz. Şokolada bağlayırsınız. Şokolad yeyirsiniz, qoz yeyirsiniz. Bəli. Yəni, bu, bilirsiniz, şokoladla qozu hamı yeyir. Siz yəni, gündəlik 3 dəfə şokolad qoz yeyirsiniz. Həmin qidalardan da çıxa bilər, bəlkə stressdən də çıxa bilər. Şokolad qoz yeyəndə artırmı? Artır, bəli. Yumurtada olurmu? Yumurtada, yox, amma şokoladla qoz yeyir. Adətən insanlar yumurta ilə də niyəsə bağlayırlar. İndi icazə versəz, mən xanımdan bir-iki sual verim. Bu neçə ildir var sizdə, Sevinç xanım? 1-2 il qabaq var. 1-2 il, yəni 19 yaşlarınızdan etibarən başlayıb. İlk hansı bölgədə başlayıb? İlk növbədə buramda, bir də saçlarımın arasında. Yanaqlarınızdan nə zamandan çıxmağa başlayıb? Yanaqlarımdan 1 il sonradan. Anladım. Dəriniz yağlıdırmı, qurudurmu? Dərimi, yəni krem zat istifadə edirəm arada, amma quru, yağlı kimi gəlir, yəni əlim buram. İndi qərar verin, yağlıdır yoxsa quru? Yağlı, biraz yağlı. Doktor, belə mən sizdən bir şey soruşum, belə baxanda onu siz necə görürsünüz dərini? Çox şiddətli yağlılığa sahib olan bir insan kimi görsənmir, amma onu təbii ki, bəzən olur ki, hiss eləmək üçün toxunmaq lazımdır. Və ya dəri tipi, hətta bayaq çarxda da yenə qeyd olundu, quru olanlarda belə, hansı üzün hər bölgəsi quru olmaya bilər. Yəni, yağ vəzinin zəngin olduğu bölgələr var. Alın, burun ətrafı və yanaq. Alın, burun ətrafı, yanaq. Alın, yanaq. Və bu bölgələrdə daha çox
görülür. Hətta quru dəriyə sahib olan insanlarda belə. Amma bundan sonra çənə hissələr gələ bilir, düzdür, boyun hissə gələ bilir. Ondan sonra sinə və kürək hissəsi. Bu hissələr yağ vəzlərindən zəngin olan bölgələrdir. Yəni, dolayısıyla xanımda yağlığın əslində olub-olmamağını, təbii ki, xəstə əgər gün ərzində yağlığın artdığını hiss edirsə və ya toxunduğu zaman üzün bir hissəsində, quru bir hissəsində yağlıq isə bu qarışıq dəri tipinə sahib. Mövsümdən asılı olaraq bu dəyişə bilərmi? Məsələn, yayda daha çox yayda biraz daha yağlıq artır. Yayda alır. Dəri biraz daha çox yağlanır. Siz nə müalicələr almışsınız? Bilmək olar. Bayaq dediniz ki, bir müalicə almışsınız. Kremlər və yaxud da tabletlər? Tabletlər. Xaricdən çəkilmə, xaricdən, yəni dərinizə çəkilməli bir məlhəm, kreminiz istifadə eləmişsinizmi? Mərhəmi, amma tabletlərdə istifadə eləmişəm. Tablet formasında. Bir də bir şey dediniz, saç içində də var dediniz. Amma şampundan da düşə bilər, yəni. Doktor, baxa bilərsiniz bəlkə? Burada əgər uyğun olursa. Bizim burada pərdənin arxasında bəlkə yoxlayasınız. Necəsə uyğun olar? Buyurun, gəlin. Sıxıntı yoxdur. Xanım əgər istəyirsə, doktorumuz deyir. Və biz birazdan infeksionist doktorumuzu da bura dəvət edəcəyik. Eyni zamanda bağırsaqlarda olan helmetlərlə də bağlı danışacağıq və doktorumuz bu barədə də məlumat verəcək ki, görək bu nə dərəcədə dərimizə və üzümüzə öz, belə deyək, nümunəsini verə bilər. Və bütün suallarınızla bağlı bizim telefon xəttimizi mən bir daha elan edirəm. Bu nömrəyə zəng vura bilərsiniz. Canlı yayın ərzində suallarınızı verə bilərsiniz. 012 585 35 15 bütün ARB-də suallarınızı eşitmək üçün açıqdır. İnfeksionist Leyla Əmrahova 2010-cu ildən etibarən Şəki Mərkəzi Rayon Xəstəxanasında çalışır. Tez-tez ixtisas artırma kurslarında iştirak edir. Türkiyədə də kurs keçib. Bir çox yoluxucu xəstəliklərin müalicəsi ilə məşğuldur. Bizim infeksionistimizi alqışlayaq Leyla Əmrahovanı. Xoş gəldiniz. Sizin də deyəsən bu müayinəniz qısa bitdi. Yəni, yetərdir zaten. Siz, xanım özü, Sevinç xanım özü nəsə dedi, siz nə gördünüz? Xanımda həm saçlı dərisində bir yağlılıq təsbit olundu, həm də üzündə, yəni dərisində bir yağlılıq var zaten. Hər ikisi həm başında, həm də üzündə olan o sızanağın ortaq özəlliyinin altını vurgulayası olsaq, bu yağlılıqdır, yəni seboreik bir dəriyə sahibdir. Başında olan kəpək və yağlılıq seboreik dermatit deyərik. Seboreik dermatit. Bu xəstəlikdir? Bəli. Kroniki bir xəstəlikdir. Stresə girəndə artar və ya dəri yağlı olanda artar və ya bəzi göbələklər var, malaseziya dediyimiz. O göbələklərin də yenə bu xəstəliyin şiddətlənməsində öz payı var. İlin soyuq vaxtları daha çox olar, amma yayda da olunmağı yəni görülür. Əsasən amma daha şiddətli qışda görülür. Stresə girəndə və ya gərgin zehni bir işlər zamanı yenə şiddətlənir. Arada bir xəstəlik səngiyir və ya itir səpkilər və ya bir müddət sonra təkrar gəlir. Yəni, o başında olan başqa var, seboreik dermatitdir. Üzündə isə olanlar sızanaq, o bayaqdan bəhs elədiyimiz sızanaqların belə deyək, müalicə olunubdur. Müalicədən sonra tək-tük belə izləri qalıb. Yaxşıdan müalicə olunub, kim müalicə edibsə sağ olsun, buradan həmkarımı təbrik edirəm. Yəni, tək-tük çıxa bilər. Xanımda yəni üzündə baxmayaraq ki, yağlılıq var, amma üzündə hal-hazırda belə çox yüngül, belə deyək. Yaş var, 19 yaşın da özünün təsiri var mı? Təbii ki. Ümumiyyətlə, o danışdığımız sızanaqların ki, bir neçə növü vardır. Onların ən sıx görüləni akne vulgarisdir, yəni gənclik sızanaqlarıdır. Bu, yeniyetməlik çağından etibarən başlayar. Yəni, xəstə və ya şəxs yeniyetməliyə qədəm qoyduğu andan etibarən androgen hormonlarının təsirindən yaranır və o androgen hormonları tük follikulasına və ona bayaq demiş olduğunuz o yağ vəzisinə təsirləri olur, qatqısı olur və yağlanma artışı izlənilir. Ki, bu 11-12 yaşlarından və ya qızlarda bəzən erkən ola bilir, oğlanlarda 1-2 il sonra falan başlaya bilər və 25 yaşına kimi davam edə bilər. Deyək ki, məsələn, sevincdə 21 yaşı var, fiziolojidir, yəni bu hər şey yəni normal, burada bir qeyri patoloji bir şey yoxdur. Yəni. Böyük problem deyil. Bəli, doğrudur. Leyla xanım, ümumiyyətlə, bu hansı bir infeksiyaya yoluxma ilə bağlı ola bilərmi? Üzdə, bədən nahiyəsində səpkilərin yaranması?
Ümumiyyətlə ola bilər. Biz hal-hazırda məsələn qurd invaziyaları haqqında həkim bayaq qeyd elədi. Məsələn qurd invaziyaları zamanında səpkilər ola bilər. Amma qurd invaziyaları zamanı daha çox allergik səpkilər müşahidə olunur. Bu zaman deməli məsələn qurdun parçalanma və mübadilə məhsulları olur ki, bunlar qana sovrulduqda bədənin belə deyə həssaslaşması, yəni sensibilizə olunur bədən. Yəni həssaslaşır. Və bu zaman deməli həmin məhsullar bədənə sovrulduğu üçün bədəndə belə deyə allergiya meydana gəlir və allergik səpkilər bu zaman daha çox müşahidə olunur. O məhsulları səpki formasında bədən atır özündə. Bəli, bədən həssaslaşır, bədən sensibilizə olunur və belə deyək allergiyaya meyilli olur. Onu deyən belə deyək də bizim interaktivdə təqdim etdiyimiz sual var ki, dəridə sınaqların çıxması orqanizmin təmizlənməsi mi deməkdir? Sızanaq başqa, doktorumuz biz əslində bilirsiniz, biz sızanaq deyirik. O sızanaq deyəndə bədəndə dəridən fərqli rəngdə olan bütün qırmızı şeylərdən gedir söhbət. Məsələn, burada köpəşik şəkilli səpkilər deyilən bir səpki növü var ki, məsələn, gecikən insan daladıqda necə o səpki olur, həmin formada səpkilər müşahidə oluna bilər. Məsələn, bütün bədəndə bu ola bilər. Xırda qırmızı makulalar və ləkələr formasında məsələn ola bilər. Xırda nöqtəvari səpkilər ola bilər. Yəni müxtəlif tip burada səpkilər ola bilər. Yəni allergik əsasən səpkilər müşahidə olunur. Bu da bir çox məsələn o qurd invaziyalarının helmintlərin nəinki tək özlərinin parçalanma və mübadilə məhsullarının qana sovrulması nəticəsində, həm də o qurd invaziyaları ümumiyyətlə bağırsaqda daha çox belə deyə, daha çox bağırsaqda belə deyə parazitlik edirlər. Ən çox da nazik bağırsaqda. Niyə? Məsələn, nazik bağırsaqda daha çox parazitlik edirlər. Bizim qidalandığımız qida, məsələn, daha çox o belə də qidalı məhsullar, vitaminlər daha çox o nazik bağırsaqda olur. Məsələn, yoğun bağırsaqda həkimimiz də məsələn bilər, orada ancaq su və nəcis olur. Yəni əsas qidalı məhsullar belə deyə nazik bağırsaqda olur. Ona görə də əksər qurdlar, demirəm hamısı, əksər qurdlar deməli nazik bağırsaqda parazitlik edir. Burada belə deyək. Yəni onlar da ağzının dadını bilir ki, orada yeməyə. Bəli, əlbəttə ki, yəni onlar bizim orqanizmimizdə olan qida ilə qidalanırlar. Və yəni o orqanizmə lazım olan vitaminlər hər halda bu el arasında da daha çox məsələn kimsə hansı uşaqsa tutaq ki arıqlayanda deyilir ki tutaq ki onda hər hansı bir qurd var. Ona görə tutaq ki onun belə deyək yaxşı həzmə getmir deyilir ki məsələn onun qidasını yeyən ona görə uşaq arıqlayır. Yəni doğrudan da bu belədir. Həmin qurd invaziyaları bizim üçün faydalı olan qida ilə belə deyək qidanı mənimsəyir və bizim bağırsağımızın normal bir mikroflorası var, florası var. Yəni bizim üçün faydalı olan bakteriyalar var, burada şərti patogen bakteriyalar var ki, məsələn faydalı olan laktobakteriyalar var, bifidum bakteriyalar var. Bunların miqdarını bu qurd invaziyası baskıları belə deyə onların miqdarını azaldır. Yəni qurd çox olur, bizə lazım olanlar az olur, eləmi? Bəli, o normal floranı pozur. Yəni burada olan tutaq ki göbələklərin miqdarı arta bilər, patogen bakteriyaların miqdarı arta bilər. Bu zaman bədəndə səpkilər mi başlayır özünü göstərməyə? Bu zaman belə deyə bu səbəbinə gətirib çıxarıram ki, yəni səpkilər niyə ola bilər? Yəni bu zaman bağırsağın normal florası pozulduğu üçün orqanizmə belə də toksinlər, yəni zəhərli maddələr ifraz olunur. Və zəhərli maddələr ifraz olunduğu üçün orqanizmin sensibilizasiya, yəni həssaslaşması baş verir. Belə deyək də, qızdırma ilə bunun bir fərqi yoxdur əslində, həm prinsip olaraq. Qızdırma da orqanizmin bir reaksiyasıdır, kənar təsirə. Bu da elə bədən belə deyək, allergik fon olur bədəndə, belə deyək. Bədən elə bir, məsələn, adi artıq xırda allergik fon olur deyə, məsələn, adi allergik bir qidaların təsirindən, məsələn, deyir, məndə tutaq ki, adi çoxlu allergik səpkilər ola bilər, məsələn, bayaq qeyd elədiyim kimi xırda qırmızı səpkilər ola bilər, köpəşik şəkilli səpkilər müşahidə oluna bilər. Yəni, bir zəngimiz var, eşidək onda. Alo. Alo, salam, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir. Buyurun Leyla xanım. Həkimləri salamlayıram. Təşəkkür. Şikayət doktora bir sualım var. Buyurun. Doktor, üzr istəyirəm. Bu hamiləlikdən sonra, hardasa bir 15 gün sonra məndə səpkilər əmələ gəldi. Nə qədər sonra? 13 gün sonra? 15 gün sonra. 15 gün sonra. Bəli. Əsasən səpkilər ayağımda daha çox idi. Sanki bir pürsüt kimi səpkilər. Bu nədən ola bilər? Bir də ki, hamiləlikdən sonra, hamiləlik zamanı yaranan ləkələr hamiləlikdən sonra getmədi. Dedilər ki, hamiləlik keçəndən sonra gedəcək, hamiləlikdən sonra keçmədi. Onun üçün nə edə bilərəm?
Tamam. Xanım, mən bir şey aydınlaşdırım. O Bəli. ayaq nahiyənizdə olan səpkilər qaşıntılı idimi, yoxsa yox? Bəli, qaşıntılı idi. Dəridən qabarıq idi, yoxsa dəri səthi ilə eyni idi? Yox, dərisi eyni idi. Belə tutmasın. İndi varmı? Bir əyilin baxın ayağınıza. Bəli. Yəni, gicitkən otu dəyəndə köpəşir, o şəkildə miydi, yoxsa dəri ilə? Yox. Qaşın, ki bu sızanaq kimi girərdi doktor. Ancaq ayaq nahiyələrinizdə? Qollarımda da yarandı, amma qolumda o qədər də yox. Ancaq ayağımda. Bir də üzr istəyirəm doktor. Qaşındıqca elə bir ki, yara olan kimi olurdu. Bir də ki, ləkələri qalırdı. Qaşıntı günün hansı hissəsi daha çox olur? Gündüzmü, axşammı? Gündüz daha çox olur. Gündüz. Hər iki qolunuzda və hər iki ayağınızdadır, yoxsa necə? Yox, bir qolumda oldu. Aha. Qolumda o qədər də olmadı. Bir neçədən oldu, o keçdi. Amma ayağımda hələ indi də ləkələri qalıb. Yəni, bir ay keçib üstündən. Hər iki ayağınızdadır, xanım? Bəli, hər iki ayağımdadır. Hər iki ayağınızdadır. Tamam. O həmən müddətdə hər hansı bir dərman qəbul elədiniz siz doğuşdan sonra? Mən əslində dəmir preparatı qəbul eləmişdim, amma allergiya vermişdi. Üzümdə səpkilər yaranmışdı. C vitamininə qarşı allergiya bulunan. Bundan nə qədər öncə olmuşdu o? Elə hamiləlik müddəti. Necə? Hardasa bir 3 ay əvvəl. Yox, yəni bu səpkilərdən nə qədər öncə? Səpkilərdən 3 ay əvvəl, bəli. 3 ay əvvəl. Yox, o çox uzun bir zamandır. Yəni qidalardan qaynaqlanan, ümumiyyətlə belə deyim, xanımda 2 dənə... Dəstək alsın mı? Aydın. Mən üzr istəyirəm, siz hər kəsdən bu qədər analiz toplayırsınız. Hətta yarım saat qədər, 1 saat qədər... Nə danışırsınız? Sizdə də səbir qalmaz. Doğrudur. İşimiz bu. Deməli, xanımda 2 dənə problem var. Birinci, ilk verdiyi sualı aydınlıq gətirək. O, bəhs elədiyi qaşıntılı səpkilərdən danışdı. O, düzdür, görmədən bir şey, fikir söyləmək çox çətindir. Amma sanki allergik tipli səpkilər kimi dayandı. Qida ilə bir bağlantısı, 3 ay öncəsində yemiş olduğu bir qida ilə bağlantısı yoxdur. Yəni, qida bizim və yaxud da ki, hər hansı bir dərman soru demədi əslində xanım da. O qədər uzun zaman sonra yaranan bir alerji olmaz, yəni qidadan qaynaqlanan. Amma səpkilərin tipi və danışdığı ifadə tərzinə görə allerjik tipli sanki səpkilərdir və də xanım ifadə elədi, bəziləri keçib izləri qalıbdır. Bu, yəni, görsək daha uyğun olar əslində, amma allerjik tipli kimi durdu. Mən üzr istəyirəm, əgər bizim imkanınız varsa Facebook səhifəmizə göndərmək, çəkin göndərin həmin layihənin şəklini. Bəli. İkincisi isə xanımda o dediyi hamiləlik ləkələri, bunu görməsək də onu bir fikir söyləmək olar. Melazma və ya kloazma eyni şeydir. Dediyimiz bir ləkələrdən söhbət gedir. Üz nahiyəsində, yanaqlarda ola bilər, alında ola bilər. Keçicidir bu? O, çox yorucu bir ləkələrdir əslində. O, yaranma səbəbi, bir başqa adı da bunun zaten hamiləlik ləkələri deyilir ki, xanımlarda daha çox olur. Düzdür, kişilərdə də ola bilər, amma xanımlarda daha çox olur və hamiləlikdən sonra... Yəqin ki, kişilərdə olanı bu adın hamiləlik ləkələrə qoyurlar, elə mi? Təbii ki. Xanımlarda bu yaranma səbəbləri hamiləlik zamanı bədəndə dəyişilən hormonal balansın dəyişilməsi və yaxud da ki, qəbul elədiyi bir qidalar, dərmanlar, xüsusən hormon tərkibli preparatlar ola bilər və yaxud da ki, bəzi xəstələr günəşdə çox qalırlar və günəşin təsirindən qaynaqlana bilər və səbəbi bəlli olmayan, idiopatik deyərik adına, ki, niyə yarandığı bəlli deyil, şəkildə özünü göstərə bilir. Melazma deyərik ona. İndi nəyə ehtiyac var birbaşa? Onun birinci günəşdən qorunmalıdır. Günəşdən qorunmalıdır. Artıq günəş yoxdur, belə deyək əslində. Yəni, yox, dəxlisi yoxdur. O xəstələr çox həssas olurlar. Şanslıdır ki, üzü artıq qışa doğru gedir. Zaten onun müalicəsi qışda başlayır. Yayda o melazma müalicə olunmaz. Yəni, hamiləlik bir ifadə buyurdu ki, hamiləlikdən sonra keçəcək dedilər, amma keçmədi. Bəzən hamiləlikdən sonra nisbətən azalma görürlər, amma tam keçməz. Və onun müalicəsi qışda aparılır. Fərqli ləkə açıcı, kremlərdən tutun, kimyəvi pilinglər, mezoterapiya vasitələri, lazerlər, bir sürü müalicə metodu var. Əməlli başlı işlə ehtiyacı var. Bəli, amma bir şanssız tərəfi odur ki, xəstəni də yorur, həkimi də yorur. Təkrarlama özəlliyi var. Yəni, qışda aparırsan, yayda təkrar günəşdən və ya təkrar... Bu da bəxtəbəxtimi? Olmaya da bilər, ola da bilər, beləmi? Onu öncədən proqnoz vermək olmur o melazmadan.
Aydın. Biz qaydaq Sevinç Məmmədlinin üzərinə. Doktor, nə etməlidir xanımımız? Xanım əslində mən dərman preparatlarının adını soruşmadım xanımdan, amma müalicə bəli. Müalicə çox uğurlu gedir və bayaq da dediyim kimi müalicə elədiyi həkimi təbrik edirəm və indi sadəcə bəlkə yüngülləşdirib müalicəni davam eləyə bilər. Başqa da bir müalicəyə gərək yoxdur. Əslində bu dəqiqə belə bir xüsusi katastrofik bir problem. İzləri qalıbdır, tək-tük belə deyək. O saçında olan sızanaqlar? Saçında olan isə sızanaq deyil, o seboreik dermatitdir. Onu da bayaq dediyi həkiminə müraciət eləyər, inşallah onu da çözər. O xroniki xəstəlikdir. Bayaq dediyim yenə faktorlar qış dönəmində stresə girəndə təkrarlana bilər. Həkimə ona nə edəcək? Davamlı remissiya əldə edəcək. Yəni bu şeydə seboreik dermatitdə davamlı remissiya nədir? Aylarla ya da illərlə xəstənin başında yağlanma, kəpək, qabıq yoxdur. Onu öyrədir xəstəyə və bir dəfə onu müalicə edib o nəticəni aldıqdan sonra artıq xəstənin heç kimə ehtiyacı olmayacaq. Leyla xanım, sizin məsləhət verəcəyiniz nəsə bir şey varmı? Sizin sahənizlə bağlı? Bizim sahəyə uyğun deyil, daha çox dermatoloji. Onu gəlin səncə alqışlayaq, əyləşin bizim ailə sayıda. Təşəkkür edirik sizə gəldiyiniz üçün. Doktor, bizim bir zəngimiz də var, eşidək. Hər vaxtınız xeyir. Alo. Cavab vermirsinizsə, biz davam edək. İstəmir bizlə danışmaq. Doktor, bizim əslində auditoriyada əyləşən insanlar gənclər də ən çox. Onlarda, məsələn, indi elə yaşlarlar ki, bu dəqiqə sızanaq, nə bilim, o problemi yaşamırlar. Birazdan yaşayacaqlar. Ümumiyyətlə, yaşam onların belə üzünə baxaraq və dərilərinə baxaraq proqnoz vermək olar mı ki, səndə olacaq bu? Yox, öncədən onu bilmək olmaz. Çünki yeniyetməlik dönəmində 80-90% yeniyetmələrdə görülür. O dönəmin ən çox görülən dəri xəstəliyidir. Kimdə var indi sızanaq üzündə? Var. Olar sizə bir dəqiqə bura. Buyurun. Gəlin. Yoldaşlarınızın alqışı ilə. Gəlin. Xoş gəldin. Xoş gəldin. Əyləş. Adın nədir? Olar, Sevinç xanım. Leyla xanım. Adın nədir? Üzr istəyirəm. Yerinizdə dəyişsinlər. Həkim daha yaxından görsün, olar mı? Aha. Buyurun. Bəli, Fəriddə bir sızanaqdan əziyyət çəkir. Neçə yaşındadır? Baxın. 14. 14. Nə qədər müddətdir başlayıb? 2-3 il. 2-3 il. Bununla bağlı müalicə almısanmı? Yox. Müalicə almamısan. Ancaq üzdədirmi, yoxsa kürək və sinə nahiyəsində varmı? Belə üzdədir. Bir də sinəmdə. Tək bir, yoxsa çoxdur? Az. Azdır. Gəl belə edək. Siz anonimiz toplayın burada. Biz anonsa keçəcəyik birazdan, sonra davam edəcəyik. Buyurun. Qızardılmış, ədviyyatlı yeməklər, cips, şokolad və şirniyyatlar. Ağzımıza dada gətirən bu qidalar üzümüzə sızanaq da mı gətirir? Həkimlər xəbərdarlıq edir. Bu nahiyədəki sızanaqları sıxmaq ölümə səbəb ola bilər. Təşəkkür edirik. Siz nəsə öyrənə bildiniz, tanış oldunuz? Bəli, deməli Fərid qardaşımız da sızanağı yaşayır və üzündə bir neçə tip sızanaq növü var. O sızanaq dediyimiz odur? Bəli, bəli, bu klassik sızanaqdır. Çəkin, yaxından çəkin, zəhmət olmasa bizim əməkdaşlarımız. Fəridi görək. Bu klassik sızanaq dediyimiz əslində odur. O akne vulgaris dediyimiz, o bayaq da danışmış olduğumuz yeniyetməlik dönəmindən başlayan, gənclik dönəmində də daha da özünü manifest şəkildə göstərən. Gəl belə deyək, reklama çıxar qayıdaq. Bizim sözümüz yarımçıq qaldı, amma keçək. Çox adam öz problemi ilə bağlı həkim yanına getmir, xüsusilə də canlı efirdə həkimin qarşısına çıxmağı özündə kompleks yaşayır. Fəridi alqışlayın, xahiş edirəm. Fərid öz... Fəriddə dediyimiz problem yaşla bağlıdırmı? Doğrudur. Yeniyetməlik çağı ilə. Yeniyetməlik çağından etibarən bayaq bəhs etdiyimiz gənclik sızanaqları. Qidalanmasının da bir önəmi varmı, doktor? Başlayır. Qidalanma, belə deyək ki, o bayaqki Sevinç xanım da qeyd etdi. Sızanağı pisləşdirən faktorlar arasında şirniyyat və yüksək glisemik indeksli qidaların yeri var. Yüksək glisemik indeksli qidalar nədir? Yəni ki, karbohidratlar. Yəni burada xəmir yeməkləridir, tortlardır, kekdir, pasta, şokolad, yəni bu tür şeylər. Şirin qidalar, məhsullar, şirniyyat falan, un məmulları. Pisləşdirici faktor hesab olunur. Səbəb deyil, pisləşdirici faktor hesab olunur. Dolayısıyla xanım dediyi o qozla bir bağlantısı yoxdur, amma şokoladla bir bağlantısı var. Fərid yemə maraqlıdır. Fərid yeyirsən şokolad, xəmir yeməkləri? Fərid belə maşallah yeyib sən olan oxşuyur. Yəni yeməsə də zaten olar.
Yəni dediyim kimi səbəb deyil. Amma bu yaş dönəmdə 80-90% hallarda yeniyetmələrin ən sıx qarşılaşdığımız bir dəri problemi. Məsələn, bir məsələ də var. İndi uşaqlar bilmirlər axı, yəni bu yolu xarı olmaz. Mən Leyla xanımla soruşmaq istəyirəm. Deyək ki, məsələn, belə sızanaqlar, belə şeylər insanın insana dərdən ötürülən şeylərdir? Xeyr. Keçməz. Uşaqlar görüşürlər, öpüşürlər, qucaqlaşırlar hər dəfə məktəbdə, nə bilim, yəni bir-birinə keçməz. Bəzən insanlar üzündə çoxlu sızanaqlı olan adamla görüşüb öpüşəndə bir balaca elə bir məsafə qoyurlar öz aralarında. Yoluxucu xəstəlik deyil. Deyil. Doğrudur. Burada bəzi şeydə etioloji, yəni səbəb faktorlarında bakterilərin rolu ola bilir. Yəni yağlılıq artdığına görə, xüsusən Propionobacterium acnes adlanan bir bakterinin kolonizasiyasında artış gözlənilir. Yəni artır o Propionobacterium acnes. Bakteriya artır, o nədirsə? Artır, bəli. Amma bununla yanaşı bəzi başqa bakterilər də görülə bilər. Amma bunlara baxmayaraq bu keçici xəstəlik deyil, yoluxucu deyil. Yeri gəlmişkən, Fərdin dərsi yağlıdır, qurudur, necə görürsünüz? Yağlıdır. Aydındır. Fərdi alqışlayaq. Böyle tüket dostların yanına. İndi bir izləyicimiz telefon xəttindədir. Alo. Salam, hər vaxtınız xeyir olsun. Hər kəsi salamlayıram, sağ olun, həkimədir. Buyurun. Mən gəlinimin kürəyində elə bil ki, dəmrol şəkilli, iki yerində yeri pulcuq şəkilli qızartı var, amma yanğısı, ağrısı çoxdur, dözə bilmir. Buna nə eləmək lazımdır? Gəliniz telefon yanındadır mı? Xeyr, qonşudadır. Sizin kimi qaynanalara can qurban. Can sizə qurban. Qaşıntılıdır mı anama? Qaşıntılı yox, yanğılıdır. Çox yanğı verir, ağrısından eşkəcə gündüzdə zəmir, bir 3 gündür. 3 gündür? Bəli, bəli. O günün hansı saatında oldu? Elə birdən-birə... Gecə mi oldu, gündüz mü oldu? Gündüz. Gündüz. İçi suludur mu? Bəli. Xırda səpki, şara bənzər səpkilər varmı? Elə şara bənzərdir, üstü elə bil ağarır, su axır. Su axır. Bu böyük ehtimal ağrılıdır. Bəli, ağrısından heç dözə bilmir. Bir tərəflidir? Bir sağ kürəyindədir. Sağ kürəyində. Böyük ehtimal... Təşəkkür edirik. Minnətlarımızı bildiririk. Böyük ehtimal xanımda olan kəmərləyici dəmrov dediyimiz... Kəmərləyici dəmrov. Herpes zoster deyərik. Varicella zoster viruslar tərəfindən törənir. O su çiçəyi, uşaq vaxtında bizim keçirmiş olduğumuz su çiçəyi virusları bədəndən getmir. O, arxada fəqərlərin arxa çıxıntılarında orada otururlar və öz yuxu moduna keçirlər, belə deyək. Nə vaxt immun sistemi zəifləyəndə, nə vaxt ki, bədən müqaviməti zəifləyəndə, qızdırma, qrip, halsızlıq, bu kimi şeylər keçəndə, ya stres yaşayanda müqavimət zəifləyir və ortaya çıxa bilir. Deməli, gəlinə yaxşı baxmayıblar, hə? Niyə gəlinə yaxşı baxmamısınız? İmmunitet zəifləyir. Sən də vuruşdur. Çox işlədir. Qaynana gəlir. Əslində belə qaynanalar təklik olar, ha? Yəni, gəlin kənardadır, qonşuya keçib, deyib ki, mənim gəlinimin kürəyində belə problem var, mən həll edeyim. Qayğısına qalır. Doktor, müalicə olunması necədir? Çətindirmi, asandırmı? Virus əleyhinə preparatlar istifadə olunur. Doktora getmək lazımdır. Təbii ki. Müalicə olmaq lazımdır. Bu, sırf yəni infeksiyon xəstəlikdir. Siz ayrı. Qeydləmək istəyirəm. Yəni, doktor qeydlədi, herpes zoster, yəni kəmərvari dəmrov. Yəni, xanım dediyi əlamətlərdən ona oxşayır. Bunun yəni müalicə, bilirsiniz, bu necədir? Yəni, doktor qeydlədi, su çiçəyi virusu, uşaq vaxtı keçirilmiş su çiçəyi virusu, yəni orqanizmdə qalır və immunitet zəiflədikdə, yəni üzə çıxır. Yəni, immunitet sistemi bir qədər zəiflədikdə, güclü belə deyək, stres keçirdikdə, bədən müqaviməti aşağı düşdükdə üzə çıxır, belə deyək, yoluxucu xəstəlikdir. Yəni, yoluxa bilər uşaqlara su çiçəyi formasında. Uşaqlara? Su çiçəyi formasında, belə deyək. Su çiçəyi formasında yoluxa bilər, maraqlıdır. Yəni, o, həmin viruslardan. Varicella zoster, yəni su çiçəyinin törədicisi Varicella zoster. Yəni o viruslar, üzr istəyirəm, yəni belə təmasdan yoluxur, yoxsa... Yəni hava-damcı yolu ilə keçən bir xəstəlikdir. Yəni o su çiçəyinin elə bir bu herpes zoster, yəni bu böyüklərdə olan, belə deyək. Böyüyə də keçə bilərmi, uşağa yox böyüyə? Keçə bilər, böyüklərdə. Yəni əgər gəlinə yaxşı baxmasanız, oğlunuza da keçəcək. Bunu demək istəyirdik bayaqdan biz. Gəlinə yaxşı baxın. Yazıq qadın zəng vurmağa peşman oldu. Yəni bu müalicə olunmalıdır. Yəni onun ağrısı da həqiqətən çox olur. Çünki
Çünki sinir qangliyaları elə bir boyunca səpcilər olur, suluqlar olur. Sinir elə bir şaxələri boyunca suluqlar olur və mütləq müalicə olunmalıdır. Yəni antivirus öz-özünə keçib gedən deyil. Bəli. Aydın. Daha bir zəngimiz olmalıdır. Alo. Bizim. Alo. Alo, salam aleyküm. Salam, hər vaxtınız xeyir olsun. Mən bütün həkimləri salamlayıram. Buyurun. Mənim 98-ci ildə hərbi hissədə gedəndə mənim ayağımda yara əmələ gəldi. 98-ci ildə. Düz indiyənə kimi də yay vaxtı bu əmələ gəlir, ancaq ki, yəni belə qış vaxtı əmələ gəlmir də bu. Ancaq yayda olur ayağımda yaralar. Sulu yaralardır. Antibiotik vurdurmuşam, neynəmişəm, xeyri yoxdur da yəni. Doktora müraciət eləmişsiniz? Bu problemin adını nə qoyublar? Heç nə demir, elə sulu yaradır deyiblər, get pensilinlə yağı qarışdır vur. Nə bilim, belə bir şeylər eləmişəm, xeyri yoxdur. İndi həkim sizdən ətraflı soruşacaq. Ayağın hansı hissələrindədir? Elə ikisində də var və ən çox alt nahiyələrində olur. Barmaq nahiyəsində xeyr. Deyil. Dabanın altında. Dabanın altı, pəncənin ortasında. Qaşıntılı olurmu? Biraz qaşınır, çox elə yox, amma yəni incidir də. İncidir və hər yayda olur, elədirmi? Hər yayı olur. 98-ci ildən düzün. Yəni, mən sizlə bir hərbi qulluqda olmuşam, sizi tanıyıram. Yəni, ona görə sizin savadlı olmanıza görə mən sizə zəng elədim dedim. Mən əlaqəmiz çoxdan da yoxdur. Əstəğfurullah, xoş oldu. Baxmadan bir şey söyləmək yanlış olar, amma göbələk sanki xarakterizə eləyir. Göbələk... Gəlin belə eləyir, Bakıda yaşayırsınız da, eləmi? Bakıda yaşayıram, Mərmanovda yaşayıram. Şikar həkim də Bakıda olur. Siz gəlin belə eləyək də, bizim əməkdaşlarımız şikar həkimin əlaqə vasitələrini sizə versinlər, indi dəstəyə asmayın. Birbaşa gedin qəbuluna, bir özü ilə görüşün eləyin, bir yoxlasın sizi. Eyni zamanda siz əskər yoldaşları bir-birinə uzaq görmüş olarlar. Gəlir nə lazımdırsa, bizdən məndən asılı nə lazımdırsa eləyərəm, inşallah keçər, rahatsız olmayacaq. Doktor, belə çox səthi yanaşılıb, eləmi? Yəni, əslində bu öz-özünə keçirsə qışda, bu problemin çox ciddi olmadığını göstərir. Amma indi daha ətraflı söhbət eləyəndən sonra və müayinədən sonra daha detallarını biləcəyik ki, nə səhvlər harada olubdur, nələr doğru getməyib. Amma sizə bir sual verəcəm. Yəni, bax, bu sadaladığımız və ən çox görünən dəri problemləri həll olunandırmı, yoxsa bunlar ömrü insan dostlarıdır çoxsu? Bəziləri ömürlük dostlarıdır, bəziləri isə... Məsələn, bu? Yox, bu müalicə olunandır. Müalicə olunandır. Deməli, 98-ci ildə bu... Əgər göbələkdirsə, yəni... Hiperhidroz dediyimiz bir amaç var. Hiperhidroz müalicəsi, əgər regional hiperhidrozun müalicəsi yoxdur. Amma onun da mevsimə dəxli yoxdur. Yəni, yayda çox olsun, qışda olmasın, elə bir şey yoxdur. Yəni, hiperhidroz yayda da, qışda da xəstəni narahat edir. Düzdür, yayda daha çox olar, amma qışda da yəni getməz. İndi ətraflı müayinədən sonra daha problemi nədən qaynaqlanır? Deməli, biz bu verilişə hazırlaşanda qarşımıza bir çox məsələ çıxdı. Sanaqların, səpkilərin, dərdə olan problemlərin müxtəlif üsulların müalicəsi çıxdı. Eyni zamanda da o müxtəlif formalarda özünü göstərməsi, orqanizmdə hansı orqana bağlı olması, bayaq həkim bunun üzrə böyük bir eks çəkdi ki, bunların heç bir aidiyyəti yoxdur, heç bu haqqında danışmağa da dəyməz. İndi başqa bir üsul var, indi bilmirəm, bunu siz təsdiqləyəcəksiniz ya yox. Zəli ilə dəri üzərində olan problemləri həll eləyirlərmiş. Baxaq, sonra ona rəy bildirin. Sızanaq çoxlarının bəlası olan dəri xəstəliyi. Onun müalicəsi üçün hər kəs tamamilə fərqli üsullardan istifadə edir. Qəhrəmanımız da yüzlərlə vasitədən yararlanıb. Sonda zəli vasitəsilə olan müalicəni effektiv bilib. Böyük Britaniyada yaşayan Sveta Oyner 7 ildən çox sızanaqlardan əziyyət çəkib. Sızanaqlar məndə elə bir kompleks yaratmışdı ki, hətta köhnə şəkillərimi belə bütün sosial şəbəkələrdən silmişəm və fotoalbomlardan cırmışam. Müraciət etdiyim dermatoloqlar mənə minlərlə həv və prosedur məsləhət gördülər, lakin heç bir effekti olmadı. Uzun illərdən sonra təsadüf nəticəsində zəllilərlə dəri terapiyası haqqında oxuyan Sveta qərara gəlir ki, bu prosedurdan istifadə etsin. O öyrənir ki, zəllilər üzdə yaranan
və yarana biləcək bütün civzələrin qarşısını ala bilir. Onun sayəsində dəri hüceyrələri yenilənir və xəstəliklər məhv olur. Zəlinin seliyində 3 əsas vitamin cəmləşib. A, C və E. A vitamini dərini möhkəmləndirir və nəmləndirir. C vitamini antioksidant təsiri göstərir. E vitamini dərini cavanlaşdırır və qocalmanın qarşısını alır. Artıq bir ilə yaxındır ki, bu terapiyanı qəbul edirəm və nəticəsi göz önündədir. Əvvəllər mən də ehtiyat edib zəlidən iyrənirdim, amma onların mənə kömək etdiklərini görüb zəliləri sevməyə başladım. Günorta vaxtı yemək masası ətrafında kim var idisə bizi üzürlü hesab eləsin, amma belə üsul var. Heç yeməsəm də ürəyim xarab oldu. Belə də ki, bilmirəm sizin qarşınıza çıxıb yox, Kipirdə buna qaravulli deyirlər, çanaqlı ilbizə. O qaravullinin qəşəng qızartmasını eləyirlər, nə bilim nəyini eləyirlər. Ya o da var. Mən Azərbaycan mətbəxindən başqa mətbəx xoşlamıram ona görə. Gözəl mətbəx deyərdim, elə Azərbaycan mətbəxidir. Bozbaş yaxşıdır. Xarici ölkədə hara gedəndə gedib maksimum türk restoranlarına. Amma məncə bu hidroterapiya bu zəli deyildi, bu ilbiz idi. İlbiz terapiyası idi bu. Razısınızmı bu ilə? Bilirsiniz, modern tibbin qəbul elədiyi şeylər var, eləmədiyi şeylər var. İndi eləyir, eləmir, anonsdan sonra biləcəyik. Sızanaqların 60%-i immunitet zəifliyindən yaranır. Çıxış yolu arasında o da var. İndi bu tibbin razılaşdığı qəbul edeyim tərəfdir, bu ilbiz. Bu ilbiz müalicəsini maalesef günümüzdə modern tibb qəbul eləmir. Amma deyək ki, xanımda üzündə olan problemləri təmizləyibsə? O doğrudur, məntiqlidir. Bunun tibbi və elmi əsaslandırılmalıdır. Normalda necə olmalıdır da? Bir araşdırmanın, bir elmi tərəfinin hamı tərəfindən qəbul olması üçün və elm tərəfindən qəbul olması üçün nə olmalıdır? Ən birincisi, heyvanlar üzərində aparılır araşdırma ki, sızanağı heyvanlarda yaratmaq qeyri-mümkündür. Və ya könüllülər üzərində olmalıdır. Yəni, məsələn, ən azı say olaraq 100 nəfər götürülür çalışmalarda və o hətta 2 qrup və ya 3 qrupa bölünür. Xəstə qrupu, kontrol qrupu və plasebo qrupu. Və bunlar qarşılaşdırılır. Bütün alternativ müalicə bu alternativ təbabət sayılır. Alternativ təbabət, müasir təbabət. Doktor, bugün qəbul edirsinizmi ki, alternativ təbabət belə deyək, klassik tibbə çox daxil olur və belə deyim, mütəxəssislər çox işləməyə başlayırlar onun üzərində. Bilirsinizmi, əslində bu araşdırma mövzusudur. Mənim o bayaq dediyim fikrimi bitirim. Əgər bilmə əsası olan və də özünü sübut eləyən bir sonuca varılırsa ki, doğrudan da ki, hər hansı bir alternativ müalicənin bir katkısı oldu. Niyə də o qəbul olunmur? Amma məsələn, burada bir şey qeyd elədi, üzr istəyirəm. Deyir ki, o deyir A vitamininin deyir, deyəsən dəriyə xeyri var, varmı? Doğrudur. O selikdə də deyir, ilbizin seliyində də A vitamini var. Ümumiyyətlə, sızanaqlı xəstələrdə son zamanlar, son 5-10 ilin araşdırmalarıdır. Sızanaqlı xəstələrin müalicə öncəsi və müalicədən sonra qanlarında vitamin A və vitamin E səviyyələrinə baxılmışdı və anlamlı bir fərqin olduğu ortaya çıxıb. Yəni ki, müalicədən öncə E vitamini və A vitamini səviyyəsində azlıq təsbit olunub. Müalicədən sonra isə bunların qanlarında o vitaminlərin normal səviyyələrə gəldiyi görülübdür. Yəni, bu da onun kimi istənilən bir şeyin sübutu olmalıdır ki, bunun həqiqətən elmi əsası var, yoxsa yox. Bizim modern tibbin qəbul elədiyi, məsəl üçün, bəzi fitoterapevtik üsullar var ki, onlar modern tibb qəbul edir. Və bu yayınlanır, bütün həkimlər də artıq onu, yəni müasir tibbi... Dəri ilə bağlı nə var? Dəri ilə bağlı elə preparatlar var ki, o bitki tərkibi preparatlardır. Onlar günümüzdə istifadə olunur. Doktor, təsiri kimyəvi tərkiblə eynidirmi? Necə? Təsiri kimyəvi tərkibli olanlarla eynidirmi? Bəziləri hətta ondan yaxşıdır, bəziləri isə şeydir. Məsələn, bəziləri kömək edici vasitə kimidir, bəzisi müalicə edici vasitə kimi hesab olunur. Məsələn, adi bir örnək deyim, indi günümüzdə tea tree oil deyilən keçən çay ağacı yağı
günümüzdə istəyir sızanaqda, istəyir başqa dəri problemlərində artıq bunu Ümumdünya Səhiyyə Təşkilatı da qəbul edibdir və onayını da çay ağacı yağı. Çay ağacı yağı deyə keçir. Tea tree oil deyə. Bəli, bu artıq sübut olunubdur və də bunu istifadə olunur sızanaq kimi səpkilərdə. Belə deyək, müalicəyə dəstək məqsədi ilə səthi yüngül sızanaqların müalicəsində istifadə oluna bilir, amma şiddətli sızanaqlarda kömək eləmir təbii ki. Amma dəstəkləyici vasitə kimi istifadə olunur. Və ya üzü qurutmaq üçün indi bilirsiniz qətranlı sabunlar var, üzü yağlılığı azaltmaq üçün. Bunun kimi vasitələr müasir tibbdə yeri var. Amma bu ilbiz məsələsinin sübutu olmalıdır. Aydın. Bizim interaktiv mən bir də xatırladım. Deməli, buna siz də cavab verə bilərsiniz. Dəridə sınaqların çıxması orqanizmin təmizlənməsidir deməkdir? Bəli, xeyr və bilmirəm kimi cavablarınızı 050 81 854 qısa nömrəsinə yazıb göndərə bilərsiniz. İndiyə qədər olan cavabların faizi belədir. Bəli deyənlər deyik ki, bəli, orqanizmin təmizlənməsi deməkdir 37%. Xeyr deyənlər 24%-dir, bilmirəm deyənlər 38%. Bilmirəmdən bəli, belə deyək də, yan-yana. Buradan da elə bu xırda bir, kiçik bir araşdırmadan bəli, aydın olur ki, xalqımız bununla bağlı necə bir yanlışlar düşüncəsindədir yəni. Doktor, bəzən insanlar heç doktora getmədən də evdə müəyyən şeylər istifadə eləməyə başlayırlar. Nə bilim, yumurta çəkirlər, qatıq çəkirlər. O qədər üsullar var ki, yəni sadalasaq efirimiz yetməz. Bir də ümumiyyətlə sızanaqlara müdaxilə, sırf mən sızanaqları nəzərdə tuturum. Xüsusən də üz nahiyəsində olarmı? Qətiyyən məsləhət deyil. Olmaz. Niyə olmaz? Çünki bilirsiniz, bunu bizim bəzi sızanaq növlərində təmizlənmə proseduru icra oluna bilər. Müalicənin prinsiplərindən biridir. Məsələn, komedonik sızanaqlarda, komedon nə deməkdir? Ümumiyyətlə, biz sürətli keçirik mövzudan mövzuya. Sızanağın yaranmasındakı ilk etaplardan bir dənəsi o folikulyar hissədə tıxacın yaranmasıdır. Keratin tıxacla tutulur. Yəni, yağlılıq artır, amma xaric ola bilmir dəri səthinə. Yığılır, qalır orada. Bəli, elə bir propka kimi, tıxac kimi tutulur. Və bu tıxacın xaric olunması prosesi var. Komedon ekstraksiyası deyərik. Bunu biz müasir tibbdə eləyirik, yəni icra edirik. Amma bir xəstə hansının komedon, hansının... Məsələn, fəriddə olan sızanaqlar. Onda qarışıqdır. Həm populyar səpkilərdir, populyar qırmızımtıl səpkilər var. Həm o qara nöqtələr şəklində olanlar, onlar açılmış komedonlardır zaten. Parmaqlaya bilərmi? Necə? Parmaqlaya bilərmi? Ən yaxşısı o qurdalamasın. Çünki, məsələn, o qırmızımtıl səpkilər və ya irincikli səpkilər var. Fəriddə irincikli səpki yoxdur, ümumiyyətlə. İrincikli səpkilər dediyimiz o pustula deyərik tibb adıyla. Bunların ümumiyyətlə toxunulması məqsədə uyğun deyil və əks göstərişdir. Yeganə təmizlənə bilən sızanaqlar komedonik sızanaqlardır. Dediyiniz. Bəli. Doktor, həm də biz sızanaqlara müdaxilə etdiyimiz zaman üzə çıxan qədərdə eyni qədərində dərinin daxilinə getməsi doğrudurmu? Doğrudur. Və iltihabi proses yaradır mı içəridə? Orada onsuz da iltihabi proses olur. Və artırarıq, elə mi? Dediyimiz sızanaqlarda, yəni o qırmızımtıl səpki və ya irinciklərdə orada onsuz da iltihab var. Biz onu özümüz sıxmağa çalışdığımız zaman partlayır və o möhtəviyyət dərinin dərin qatlarına yayılır və sağalarkən özündən sonra çapıqlar qoyur. Yəni estetik xoş olmayan görüntü. Yəni, yara sağalması pis olduğuna pisləşdiyinə. Bizim Lənkərandan bir izləyicimiz Zəhbirov çox maraqlı adı var, Şənlik bəy. Eşdirik biz Şənlik müəllimi. Alo. Salam milək. Hər vaxtınız xeyir olsun. Mən belə anladım ki, sizin ailənizdə, sizin evdə, sizin həyatınızda hər zaman şənlik var. Çox sağ olun, var. Belədir əlbəttə. Pək. Buyurun, eşdirik siz. Yaxşı, mənim sualım həkimə idi. Mənim üzüm zadım hamı təmizdir, 30 yaşım var. Boynumun arxasında sızanaqlar var. İçində tük çıxanda çıxardıram, sonra yaxşı olur. Nə qədər bütün dərman əlamətlərindən istifadə eləmişəm, düzəlmir. Nə eləmək? Oradakı səpkinin forması necədir? Yəni qızartılı mı olur, yoxsa... Bəli, qızartılı olur, sonra saralır, irinləyir. İçində tük olanda çıxardıramsa ədəd, boynumun arxasında heç var lezva ilə təmizləməyə qoymuram dərləklərə. Neçə ildir var? Onlar belə 3-4 ildir. 3-4 ildir var. Bəli. Anladım. Təşəkkür edirəm, cavablandıracaq. O folikülitdir. Şənlik bəydə olan problem. Nədir bu? Folikülit tük dibinin iltihabı. Amma burada hər hansı bir bakteriyanın daşıyıcılığından söhbət gedir. Xronikidir, 3-4 ildir var.
və xüsusən ənsə hissəsində, başın arxa hissəsində və ya başın tüklü hissəsinin digər nahiyələrində də ola bilər. İrincikli, məsələn, deyir, bəziləri irinləyir falan, qızartı və ya irinciklə gedən, yəni papula və ya püstüloz tipli səpki ilə gedən bir xəstəlik şəklidir, folikulit deyək. Xroniki mi? Xronikidir və orada hansısa bir bakterinin daşıyıcılığından söhbət gedir. Belə olan halda nə olunmalıdır? Qızartılı vaxtı yox, o irinləyən vaxtında partlatmadan müraciət eləməlidir Lənkəranda həkimə, mikrobiyoloqa, oradan əkilmə olmalıdır. Yəni özü onu partlayandan sonra getsə və yaxud da ki, özü partlatmağa çalışsa olmazdır, əksinə yayılır. Oradan bir əkilmə olur və baxılır ki, bu irinciyin səbəbi olan bakteri nədir? Hansı bakteridir? 2, o əkilir, hansı antibiotika həssaslığı var? Sonra o antibiotik təyin olunur, istəyir tabletka şəklində, istəyir yerli mazlar, kremlər şəklində və bu itir. Amma burada təkrarlayacaq bu, çünki bu xronikidir. Bəs nəyə nail oluruq? Onda əlimizi, qolumuzu sallayaq deyil. Uzun müddətli remisiya alırıq. Məsəl üçün, biri var xəstə, sakitləşir. Biri var xəstə hər ay və ya hər həftə eyni problemdən əziyyət çəkir. Biri də var ki, ildə bir dəfə və ya neçə aydan bir belə. Haydi, təşəkkür edirsənizə görə evinizdən, ailənizdən, obanızdan şənlik əksik olmasın. Sizə də təşəkkür edəcəyimizə görə. Birazdan qısa reklama çıxırıq, reklamdan sonra qayıdacağıq. Çox vacib bir məsələyə toxunacağıq. Dəridə olan bir çox problemlə bağlı insanların səhv düşündüyü məsələlər var. Onlara toxunacağıq. Leyla xanımı istəyirəm alqışlayın. Leyla Əmrəhova, infeksiyonist bizim qonağımız idi. Sizə təşəkkürümüzü bildiririk. Minnətdarımızı bildiririk. Birazdan davam edəcəyik Şükər Hüseynovla və bütün suallarınızı eşitməyə hazırıq. Telefon nömrəmizdə 012 585 35 15-dir. Təşəkkür edirik. Qayıtdıq studiyaya. Bizim zənglər və suallar çoxdur. Biz verilişin müddəti ərzində çalışacağıq. İmkan daxilində bacardığımız cavablandıraq. Daha doğrusu Şükər Hüseynov cavablandırsın. Əziz dermatoloq, peşəkar, mütəxəssis studiyadadır bugün. Maraqlı bir fakt internetdə dolaşır ki, ağzın ətrafında belə üçbucaq formasında olan sızanaqlar varsa, onları sıxmaq insanı öldürər. Yox, elə bir şey yoxdur. Niyə öldürsün ki? Nə istən sıxan, yoxsa ümumiyyətlə sıxma? Yox, öldürər deyə sıxmamaq yox. Yəni, sıxmamaq lazımdır. Sıxmamaq lazımdır. Bir də sıxmamaq lazım olduğu üçün. İnsanlarda belə bir inanc da var ki, əgər biz onlara müdaxilə eləyəksə, bu bizim qan sistemimizə keçər, dövran eləyər bədənimizdə hansısa bir yerdə şiddətli iltihab törədər. Törədərmi? Sızanaqdan söhbət gedirsə, yox, o qana keçsin və geçsin. O qədər bariyerlər var ki, gedib o qana çıxana kimi. Sızanaqla bir şey. Bunun üçün labirint lazımdır. Bəli. Aydın. Bir də maraqlı bir şey internetdə dolaşdı, bizim də diqqətimizi cəlb elədi. Deyir, əgər sizin dərinizin üzərində qırmızı səpki və xal kimi nələrsə varsa, siz mütləq diqqətli olmalısınız. Sizin həyatınızda gələcəkdə pis problemlər ola bilər. Qırmızımtıl? Hə, qırmızı belə xal kimi şeylər varsa deyirlər. Damar, yox, əsası yoxdur. Damar mənşəli xallar ola bilər. Bu yaşla bağlı, məsələn, 30'lu yaşlardan. Qorxulu şeylərdir bunlar? Yox, damarla bağlı olan xal, əgər doğru anladımsa, onun heç bir həyatı təhdid deyək ki, məsələn, dərdə olur, qırmızı belə nöqtə kimi şeylər, bunlardan gedirsə. Yox, qırmızı yox, qırmızı xallar, damar mənşəli ola bilər. Qırmızı belə nöqtə kimi olur bəzən, xal kimi. Petexiyalar ola bilər, xırda qansızmalar şəklində ola bilər və yaxud da ki, damar mənşəli olan xallar ola bilər. Yəni. Birinciyə petexiyalar deyərik, xırda kapilyarların toplanması mı? Yox, xırda kapilyarlardan eritrositlərin, yəni qırmızı qan hüceyrələrinin dəri altına toplanması şəklində petexiyal səpkilər deyərik. İkincisi isə damar mənşəli xalın adı senil angioma və ya çeri angioma, gilas, yəni vişne angioma dediyimiz xallardır. Amma o həyatı təhdid edən bir qırmızı səpkilərdən deyirsiniz siz. O bəlkə vaskuliti nəzərdə tutursunuz. Vaskulit nədir? Vaskulit dərinin və yaxud da ki... Burada varmı? Yox, burada yoxdur. Burada yox. Qırmızımtıl nöqtəvari o bayaq dediyimiz petexiyal səpkilərin biraz daha böyük və yaygın şəkildə gedən tipi var. O da vaskulitlərdir. Onlar yəni yüngül formalarında sadəcə istirahətlə, yəni ayaq üstə çox qalmamaq, istirahət rejiminə doğru riayət etməklə keçər, amma onların biraz daha ciddi proqnozluları var ki, bunu zaten xəstə özü eləyir. Yəni yanaşı olaraq qızdırması olar, oynaq ağrıları olar və ya ciddi
qansızmalar şəklində. Bunu zəhmət olmasa saxlayaq. Qansızmalar şəklində səpkilər olar. Bir də maraqlı bir sual var. Nərmin xanım soruşur. Deyir, mənim 18 yaşım var, mənim üzümdə çoxlu sızanaqlar çıxır. Bu sızanaqların mən deyir, bəzilərinə barmaq eləmişəm, bəzilərinə bu gündən sonra seçdim, barmaq eləməyəcəm. Amma siz deyir, zəhmət olmasa mənə aydınlaşdırın. Bu sızanaqların mənim 25-26 yaşımın ötəndən sonra üzümdə izi, tozu, nöqtəsi, çapığı qalacaqmı? Belə deyək, 18 yaşı var idi. Deməli, birinci birmənalı şəkildə xəstəmiz artıq anladı ki, heç bir sızanağa toxunmayacaq. Müalicə ilə bu sızanaqların izləri qalmaz. Amma vaxtında müalicə ilə və doğru müalicə ilə. Əgər gecikərsə və adekvat müalicə olunmazsa, bu da xəstəliyin sızanağın tipindən, şiddətindən, yaygınlığından asılı olaraq dəyişir. Onda izləri qala bilər. Yəni, vaxtında müalicə olunmalıdır. Doktor, çənaltı nahiyədə olan səpkilərin endokrin vəzlə bir bağlılığını necə izahləyirsiniz? Belə deyək ki, ümumiyyətlə, bayaq orada hormonal bir şeydən söhbət getdi. 25 yaşından sonra 25 yaşına kimi ümumiyyətlə sızanaqlar bitməlidir. Bu fizioloji sızanaqlardan gedir söhbət, yəni o gənclik sızanaqları. Amma bəzi xəstələrdə 25-dən bitmir və 35, 40, 45 yaşlarına kimi davam edir hətta. Bu istəyir xanımlarda olsun, istəyir kişilərdə olsun, düzdür, xanımlarda daha çox görülə bilir. Və bu tip səpkilərdə biz yanaşı olaraq soruşuruq ki, xəstələrdən, xanım xəstələrdən ki, saç dökülməsi varmı? Ondan sonra bədəndə kişi tipli tüklənmə varmı? Göbək hissəsində piylənmə varmı? Və xəstələnmələrində, yəni adətlərində bir anormallıq, düzənsizlik varmı? Və əgər varsa, bir də bu xəstələri endokrinoloq və ya ginekoloqun bir konsultasiyasını məsləhət bilirik. Ola bilir ki, bu qrup xəstələrdən gedir söhbət. Yəni 25 yaşını keçib sızanağı davam eləyir və bayaq sadaladığım problemlər var. Yəni saçları tökülür, bədəndə kişi tipi tüklənmə var, köklük problemi var. Olan şeylər qurtarmayıb, bitib qurtarmayıb. Bəli, köklüyü var göbək hissədə və də adətləri düzənsizdir. Yəni xəstələmələr düzənsizdir. Bunları bir endokrin və ya ginekoloji bir konsultasiyası məsləhətdir. 20-25% hallarda, baxın, 20-25% hallarda bu xəstələrdə, yəni 25 yaşından sonraki xanımlarda ola bilsin ki, endokrin və ya ginekoloji problem olsun. Hansı endokrin problem və ya hansı ginekoloji problem? Ola bilər prolaktinoma dediyimiz bir problem olsun. Hipofiz vəzli ilə bağlı, şiş xəstəliyi. Ola bilsin tiroidlə, qalxana bənzər vəzlə bağlı ola bilsin. Ola bilər böyək üstü vəzlə bağlı ola bilsin və yumurtalıqlarla bağlı ola bilsin. Yəni ona görə 25 yaşından sonra xanımlarda əgər davam eləyirsə və sadaladığım problemlər varsa, endokrinoloq və ya ginekoloqla bir konsulta olunur. Problem varsa da müalicəsi bərabər aparılır. Dermatoloq, endokrinoloq və ya dermatoloq, ginekoloqla bərabər. Və bu xəstələrdə, xüsusən o yumurtaqlarla bağlı nə ola bilir? Polikistik over sindromu dediyimiz folikulaların belə kistik olması görülür. Və bu qrup xəstələrdə, bayaq bu sualı cavablandırım, daha çox üzün başqa nahiyələrində və ya kürəkdə və ya digər nahiyələrdə ola bilir. Çənə hissəsində deməli bir sızanaqların artmasında bir şey görülə bilir. Çənə hissəsi üzün digər nahiyələrində də ola bilir. Çənə hissə və çənə altı hissədə görülə bilər. Doktor, yəni belə bir şey bizə deyin də, yəni ideal dəri necə olmalıdır? İdeal dəri qüsursuz. Yox, yəni belə deyək də. Səpkisiz, problemsiz. Səpki varsa bu artıq bir problemin olduğu Səpki varsa da araşdırılmalıdır, nədir? Məsələn, elə insan var ki, çox üzr istəyirəm. Yəni o yeniyetməlik dövrünü də çox minimal əlamətlə keçirir. Doğru, elədir. Bu ideal dəridirmi? Yoxsa bu artıq bu özü də bir problemdir? Yox, problem niyə olsun ki? Məsələn, bayaq dediyimiz kimi o yeniyetməlik dövründə belə 80-90% o dövrü yaşayanlarda olur bu sızanaq problemi. 10% hallarda ya 20% hallarda görülmür. Yəni görülmürsə nə gözəl. Bəzən də olur ki, hətta xəstələrdə xanımlardan gedir söhbət. 25 yaşına kimi üzündə heç bir sızanaq olmur və xəstələr ifadə edir ki, mənim o vaxtında heç bir səpki yox idi. 25-dən sonra yarandı səpkilər. Yəni belə də ola bilir. Aydın. Bir də xüsusilə gənc xanımlar, bəylər də eyni zamanda üzdə dərdi olan, göz ətrafında və digər nahiyələrdə olan çillərdən narahat olurlar. Və bunun nə vaxt keçib gedəcəyi ya da qalacağı məsələsində suallar verirlər. Çillərin səbəbi nə olur? Keçib getməz. O efelit deyərik ona biz. Xırda nöqtə şəklində olan çillənmə, elə çillənmə deyə keçər və ya ingilislər freckling deyirlər. Burada nəyin rolu var? Uşaq yaşlarından etibarən almış olduğu normadan artıq miqdarda günəşlənmənin
rolu var və bəzən genetik bir yatqınlığın Çil. növü var. Bəzən olur ki, ailəvi olaraq görürsünüz ki, çilənmə var. O öz-özünə getməz. Kosmetik bir şeydir, qüsurdur. Heç vaxtda heç bir şeyə dönməz. Yəni dəri xərçənginə falan dönməz. Kosmetik bir qüsurdur. Qadında bu rahat həll olunar, kişilərdə biraz qalar. Kişilər zaten onu kafaya taxmırlar. Müalicəsi var ancaq. Müalicəsi var? Aparır çili? Bəli, kimyəvi pilinglərlə və ya lazerlərlə çilləri aparmaq mümkün. Və yeri gəlmişkən bu üzdə aparılan kişilərin də istifadə etdiyi, qadınların da istifadə etdiyi müəyyən layihələrdə tüklərin lazerlə aradan qaldırılması prosesi dəriyə zərər verərmi? Yox, qətiyyən vermir. Əgər peşəkar apararsa? Təbii ki, mövsümə görə, dəri tipinə görə, rejimə görə, cihazın rejiminə görə ayarlanır. Heç bir ziyan vermir. Maksimum dəridə yanma, batma, qızarıqlıq, belə ağrımaq. Sadəcə müraciət etdiyimiz mütəxəssisimizi dəqiq seçməliyik. Aydın. Bir də bu əslində biz üz nahiyəsində olan problemlərdən danışdıq. İnsan, belə deyək də, bədəni ətrafdan görünərsə, yəni ya çimərlikdə, ya nə bilim, ümumi bir drenajör zalında və digər yerlərdə olarsa, bu zaman biraz narahat olmağa başlayır ki, görünür bədəni ya da öz bədən hissəsində. Bizim əməkdaşımız, bizim dostumuz Musa bu dəfə trenajördə olub və çəkiliş aparıb. Əslində trenajör hansı hallarda insana xeyirlidir, hansı hallarda lazımdır, hansı hallarda ümumiyyətlə lazım deyil. Bax, bunu göstərəcək bizə. Baxıb qaydırıq studiyaya, Şikar Hüseynov buradadır, studiyadadır. Verilişin sonuna çox az qalıb, kanal çevirmirsiniz, AR1-də qalırsınız. Nə sualınız varsa da eşitməyə hazırıq, telefonumuzu görürsünüz. Salam əziz tamaşaçılar, növbəti rubrikamızda yenə də bir yerdəyik. Bugünkü idman növümüz belə deyək, həqiqətən ağırlı, fiziki güc tələb edən bir şeydir. Bizim fiziki əzələmizi yetişdirir. Trenajör, hamımızın gözəl bildiyi, çoxumuzun sevdiyi, çoxumuzun məşğul olduğu trenajör idman növü ilə bu günləri məşğul olacaq və öyrənəcəyik ki, trenajör nəyə xeyirdir, nə üçün lazımdır, ümumiyyətlə, bütün idman növləri lazımdır, bütün sağlamlığa aid hər bir şey lazımdır. Ona görə keçid alırıq trenajör zalımıza, orada davam edərik. Bugünkü məşqçimiz Azad Hüseynov müəllimdir. Azad bəydən hal-hazırda məlumat alacaq. Trenajör nə üçün lazımdır, nə üçün gəlməlidirlər, yaş həddi, insan bədənində ən çox nəyə xeyirdir, hamısının şəxsən özü məlumat verəcək. Azad bəy, sizi salamlayırıq kanalımız adından. Trenajör haqqında özünüz geniş bir məlumat verin bizə. Trenajör haqqında məlumat vermək belədir ki, trenajör bütün insan bədən vücudunu, əzələ kütləsini gücləndirir. İnsanın əzələ kütləsi olmasa, yəni insanda əzələ kütləsi olmasa, insan bədənində boşluq yaransa, müxtəlif xəstəliklərə yol açır. Bu xəstəliklərdən də biri bel sürüşməsi, oynaq problemləri, bel onurğa sütununun əyilməsi, belə bir xəstəliklər mərcədir. Bu da bu 5 ildə çox artıq. Yəni bu 5 ildə çox artıq xəstəliklər. Çünki bu da ondan ibarət ki, gənc uşaqlar, istəyir yaşlı nəsil olsun, istəyir gənc nəsil olsun, fiziki işlə məşğul olmur, oturaq həyat çox oturaq həyatdadır. Yəni tənbəlləşmə geydi belə deyək insanlarda, maşın, iş yerində oturmaq, evə gəlir oturmaq, bu da insanın bütün əzələ kütləsini boşaldır və insan heç bir şeylə məşğul olmur. Bugün internet dünyası deyə, bütün işlərimiz internet, texnologiya ilə asılıdır deyə, insanların bütün əzələ kütləsi zəifləyir. Və belə trenajör zallarının açılması insanlarımızın sağlamlığına yüksək qayğı göstərir. Yəni trenajörlə məşğul olan insan özünün ən azı xəstəliklərdən uzaq olur. Azad bəy, eşitdiyim qədərilə siz qol güləşlərlə məşğulsunuz. Bu haqda da biraz məlumat verərdiniz. Mən hardasa Şəki klubu 97-ci ildən fəaliyyət göstərir. Azərbaycan Qol Güləşi Federasiyasının Şəki nümayəndəliyi tərkibindəyəm mən. Yəni, indi Azərbaycan Qol Güləşinin Şəki klubu kimi fəaliyyət göstərir. Bu il ərzində bizim dəfələrlə Azərbaycan və beynəlxalq yarışların qalibləri var. Burada Vahid Qahvarov,
Sabir Həsənov və Talib Mustafayev dəfələrlə yarışların qalibi oldu və çox saylı olar. İntiqam var, Kamran var, çox uşaqlar var. İndi bizim məqsədimiz odur ki, bu idman növü gənclərə təbliğ eləyək, bütün yaş növlərinə və əlillər üzrə də var, qızlar üzrə də yarış var, qadınlar üzrə yarış da var, kişilər üzrə yarış var. Və Azərbaycan qol güləşi məqsədi odur ki, bu növü Azərbaycanda yayıb insanları narkomaniyadan, alkoholizmdən uzaq eləsin və insanlar boş vaxtlarını idmanla keçirsinlər. Beləliklə rubrikamız davam edir həqiqətən. Həmişə mənim ən yaralı nöqtəm olub nə? Həyatda ən zəif nöqtə. Rəsm çəkmə, bir də qol güləşi. Görək inşallah bəlkə bu günləri qol güləşini somsa düzəltdi. Keçid alırıq, Azad bəy bizi görsün. Məşqimiz davam edir. Müsahibimiz isə Qafurov Vahiddir, Respublika çempionu qol yarışı üzrə. Digər dərəcələri isə zəhmət deyərdiniz bir. Sonra da trenajör haqqında biraz danışardınız. Azərbaycan çempionu olmuşam 2 dəfə. 17 dəfə də Şəki regional çempionatda iştirak etmişəm. Birinci yerə sahib olmuşam. 98-ci ildən bu idmanla məşğul olan. Yəni sırf trenajörlə məşğul olan. Trenajör bir də qol güləşi məşğul olan. Yəni bu günə kimi. Bu trenajör qol güləşi ümumiyyətlə sizə həyatda nə qazandırıbdır? Yəni zarafat deyil, artıq 20 ilə yaxın bir müddətdir ki, məşğulsuz. Onun qazandırdı ki, Şəki şəhərində 98-ci ildən bu yana kimi, yəni zonada qolumu yıxan yoxdur. Yəni əsas odur ki, bu yana kimi qolumu basan olmayıb. Qol güləşi heyf məndə zəif alır, amma istəyirəm ki, bugündən məşğul olum. Şəxsən mənə də müəllimlik eləyərlər. Uğurlar, sağollaşırıq sizlə. İnşallah növbəti görüşlərimizdə də bir yerdə olacaq. Rubrikamızda bizi gözləyin. Hələlik. Təşəkkür edirəm. Qayıtdıq studiyaya. Bizim interaktivdə sualımız var idi ki, insanın dərisinin üzərində olan sızanaq, səpki, nə bilim, nə belə şeylər orqanizmdə olan, orqanizmin təmizlənməsi mi deməkdir? Yəni, orqanizmdən artıqların atılması mı deməkdir? Bayaq faizləri təqdim elədik. İndi verilişin sonuna doğru bir də baxmaq istəyirik. Neçədir? 29% deyir, bəli. Xeyr deyir 29. Bilmirəm də 29. Bilmirəm 42. Bəli, xeyr, 29. Tam ideal vəziyyətdir. Bəli, 29. Belə nəticə gözləmirdik. Bayaq biz elə Musanın bu trenajördan sujetini izləyəcək, eyni zamanda da həkimlə burada söhbətləşirdik ki, insanlar nə səhvdir, bunu onlara göstərəndə, bunu elan edəndə daha maraqlı olurlar. Biz də bu səhvləri bu gün çatdırmaq istədik insanlara ki, internetdə, Facebookda, Instagramda və hardasa qarşınıza çıxa bilər belə nömrələnmiş adam şəkilləri, orqanizm şəkilləri və qırana yazıla bilər ki, bu hissədə varsa hormonal problemlərdir, bu hissədə varsa stres problemləri nəticəsindədir, bu hissə həzm problemləri nəticəsindədir. Bunların bir elmi əsası yoxdur. Bunun heç bir elmi əsası yoxdur. Söhbət sızanaqlardan gedirsə, eləmi? Doğrudur. Sizin son olaraq insanlara sızanaq, səpki mövzusu ilə bağlı bildirmək istədiyiniz mesajınız varmı? Təbii ki. Mən son olaraq bir də gənələr mövzusuna toxunmaq istəyərəm. Sızanaqlar zamanı gənələr arta bilərlər. Amma bu sızanaq bir gənə xəstəliyi deyil. Sadəcə yağlıq artdığına görə gənələrin miqdarı arta bilər. Və gənə bizim hər birimizin tük folikulasında və yağ vəzisində yaşaya bilər. Yəni, indi çox modadır ki, insanlarımız getdim, üzümdə gənə var, falan var, buna aldanırlar. Bu da bir miflərdəndir. Yəni, insanımızın əgər sızanaq problemi varsa, dermatoloqa müraciət eləsin. Özü bir şeylər eləməyə çalışmasın. Ya da aptekdən gedib müəyyən bir kremlər, mazlar alıb çəkməsinlər. Bu işin mütəxəssisləri dermatoloqun zaten uyğun şəkildə müalicə. Yeri gəlmişkən təşəkkürümüzü bildirir bizim dermatologumuz. Ağır Şikar Hüseynova. Biz beraber sağ olasınız.
Sabah burada uroloq andrologumuzdan biz kişi sonsuzluğundan, sonsuzluq problemindən və digər uroloji, androloji məsələlərdən danışacağıq. Diqqətli olun, gün ərzində anonsları izləyəcəksiniz. Bütün suallara studiyada canlı yayında peşəkar andrologumuz cavab verəcək. Bu problem çox önəmli məsələdir. Biraz qapalı, məhrəm məsələdir. Amma efirdə anonimimiz qorunaraq bütün suallar cavablandırıla bilər. Sağ olun, özünüzə yaxşı baxın.